Sən özün dindarsansa, Allaha bəndəlik edirsənsə, nəticəsində ləzzət almırsansa, burada nəsə düz deyil. Dini yaşayışın ləzzəti olarsa, ləzzəti hiss olunarsa, insanlar görsə ki, ləzzət buradadır, bu qədər dəvətə, təbliğə, bu qədər baş ağrıya ehtiyac olmaz. Həzrət Əli əleyhissalam buyurur ki, təqvalıların dünya nemətlərindən, namazdan yox, dünya nemətlərindən aldığı ləzzət əyyaş insanların aldığı ləzzətdən daha çoxdur. Kim deyirsə ki, dinsizlər kefdədir, dindar yazıqlar ibadət eləyir, ağır, çətin vəziyyətdədirlər, axirətdə cənnət ümidi ilə bu yalan deyir. Bu nə dinsizliyi bilir nədir, nə din bilir nədir. Heç birini tanımayıb. İmam Hüseyin əleyhissalam ləzzətin qənimi olan insanlarla qarşı-qarşıya dayandı. İmam Hüseyin əleyhissalam insanların həyatını acıya çevirən insanlarla qarşı-qarşıya dayandı. İmam Hüseyin əleyhissalamın davası ləzzətli yaşayış davasıydı. Və bu gecə İmam Hüseyin ləzzətin zirvəsini göstərdi insanlığa. Bu gecənin özünə məxsus ab-ı havası olur həmişə, qəribə bir fəzası olur. Bu göz yaşında ləzzət olmasaydı bu insanlar bura gəlməzdi. Adam ağrı acıya bir dəfə ağlayar, 2 dəfə sönər çıxar gedər. Deyər, mövzunu dəyişdi, ürəyimiz xarab oldu. 1000 illərdir innə li qətlil Hüseyin Peyğəmbər xəbər vermişdi. Hüseynin qətli ilə hərarətən fi qulubil müminin, möminlərin qəlbində elə bir od yanar ki, la təbrudu əbəda, heç zaman sönməz. Bu, özümüz də bilmədiyimiz bir ləzzət növüdür. Bu məclisdə biz onu dadırıq. Yenə də deyirəm, gedin ən fəsad məclis hansıdır? Oynayırlar, sevinirlər. Oradan çıxanda cəmaatın gözündə olan qəmi, qüssəni görün. Buradan çıxanda cəmaatın gözündə olan işartını görün. Onda bilin ki, sevinç nədir, həqiqi ləzzət nədir? Kim inanmasa ki, buradan çıxanda Allah günahlarını pozub və yerinə günahları qədər savab yazıb, Allahı tanımayıb. Allahın rəhmətini tanımayıb. Biraz mübarizə aparaq özümüzlə. İnsan öz nəfsindən kəsdiyi qədər yer boşaldır içində ləzzət üçün. Halal haramı demirəm hələ. Oturmaq istəyirsən, bir dəfə deyirən, istəyimə qarşı gedib dururam ayağa. Baxmaq istəyirsən, halal deyə tutaq ki, çox oturdum, baxdım televizora. Deyirəm ki, bu 10 dəqiqə tez dururam. İstəyirəm, amma eləmirəm. Süfrədə oturmuşsan, yemək istəyirsən, biraz yedinən ki, bax, bunu yemək istəyirdim, yemirəm. Bu, kəsdiklərim var, o kəsdiklərimin müqabilində mütləq feyz gəlir, ləzzət gəlir. İnsanın ləzzəti bu mübarizə ilə hasil olur. Ənni uhibbus-salah və tilavətə kitabı. Bu gecəni sabahki görüşə hazırlıqda keçirmək istəyirəm. Hicran ləzzəti vüsalın ləzzətinə qarışır. Axırıncı gecəmdir, Allahdan ayrı qaldığım, sabah özünə qovuşacağım. İstəyirəm, biraz ayrılıqdan da çox ləzzət alım. Ayrılığın da öz ləzzəti var, aşiqlər bunu bilir. Birini çox sevirsənsə, hicran uzandıqca keyfi də çoxdur. Bu gecə keyfini təzahür elətdirir, təqdim eləyir. Onlar dedi ki, möhlət verək ya verməyək. Onların içində bir nəfər tapıldı, dedi ki, kafir sizdən möhlət istəsəydi verərdiniz. Peyğəmbər oğluna möhlət verməyi düşünürsünüz. Bir gecə möhlət istəyir. Razılaşdılar. 34 nəfər bu gecə Yezid qoşunundan keçdi İmam Hüseynə tərəf. Nəyin nəticəsində? Dedim, sizə sözə çox ehtiyac yoxdur. Ləzzəti göstərdi. Onların halının ləzzətindən orada zərrə qədər vicdanı oyaq adam var idisə, düşdü təsirə keçdi. İkinci tarixdə belə bir hadisə yoxdur ki, 30 minlik qoşunu tərk eləyib 70 neçə nəfərə tərəf keçəsən. Belə bir şey yoxdur. Şimir bilirsiniz bu gecə nə deyirdi? 30 minlik qoşunun sərkərdələrindən biri. Mühafizəni gücləndirin. Deyirdilər ki, biz bu sayda, onlar 100 nəfər, nədən çəkinirsən? Deyirdi, orada bir dənə Abbas var ki, bir dənə Əbəlfəz var ki, onun varlığı ilə biz dinc ola bilmərik, rahat ola bilmərik. Hamımıza bəsdir. İndi başa düşürsünüz, niyə o atdan yerə düşəndə İmam Hüseyin dedi, əl-an inkəsərə zəhri, indi belim sındı. Birdən gördülər, Şimrin səsi gəlir, Əbəlfəz. Həzrət Abbası çağırır. Eşitməməzliyə vurur özünü, xəcalətdən yer axtarır özünə.
Niyə Şimir mənim adımı dilinə gətirməlidir ümumiyyətlə? Getdi, çəkildi xeyməsinə. Deyirlər, Əli Əkbəri göndərdi İmam Hüseyin. Əli Əkbər ağlaya-ağlaya gəldi. Gördü Əbülfəz oturub, dolub ürəyi. Dedi, atam deyir, get gör nə deyir. İmam Hüseynin əmri ilə getdi. Getdi, Şimir dedi, sənə amannamə gətirmişəm. Sən azadsan, gedə bilərsən. Görün, nəyə əl atırdılar. Deyir, götürdü amannaməni, cırdı, atdı yerə. Təbbət yədaki ya Şimir. Əllərin qurusun, ay Şimir. La'nəkəllah və la'nə ma ci'tə bihi min əmanikə haza. Sənə də lənət olsun bu amannaməni yazana da. Ətəmuruna ən nətrük əxanəl Hüseyn ibn Fatimə və nədxulu fi ta'atil lu'ana və əbnail lu'ana. Deyirsən ki, biz Fatimənin oğlunu tərk eləyib lənət olunmuşlara qoşulaq. Dedi, ey pir-i mücəvvir, itiribsən özüvi, mərifət yoxdur tutub pərdeyi qəflət gözüvi, deyilən müştəri bu sözlərə qurtar sözüvi, üməvilər ola bilməz hədəfi aliyədə, sənə də lənət, amannamə yazan valiyədə. Cırdı, qayıtdı, gəldi öz çadırına, yenə Əli Əkbər ağa gəldi ki, Hüseyin səni çağırır, atam səni çağırır. Başı aşağı xəcalətli halda daxil oldu İmam Hüseynin xeyməsinə. Heç kimi qardaş utandırmaq bizə adət deyil. Fikrin olsa getməyə Zeynəb də narahat deyil. Dedi, Əbülfəz, getmək istəyirsənsə get. Zeynəb də narahatdır. Deyib, başını aşağı saldı, ədəbdən heç nə demədi. Yavaş-yavaş çıxdı xeymədən. Sərbəsər murəqlərimdə Mürtəzanın qanı var. Eşqüz ilə qətrə-qətrə qanımın cəryanı var. Dərdiməndəm dərgahuzda dərdimin dərmanı var. Hara gedim mən? Şair yazır, deyir, qadınların arasından keçdi. Qızlar əl-ələ verib ki, əmimiz gedir. Deyir, getdi, döyüş papağın açdı qoydu yerə. Qılıncın açdı qoydu yerə. Ayaqlarından çarıqlarını çıxartdı, ayaqyalın baş açıq, getdi, deyir, çöndü İmam Hüseynə baxdı. Dedi, Hüseyin, elə bilmə, başqa qapıya gedirəm. Gedirəm Nəcəfə, atam Əlinin qapısına. Gedirəm, deyəm ki, ağam qovladı məni. Yazır ki, qızlardan biri 3 yaşda qız dedi, qoyun əmimlə özüm danışım. Əmmə sözüm var. Gəldi İmam Hüseynin başına, Həzrət Əbəlfəzin başına dolandı. Dedi, əmi, getməyin olsa da fikr et mənə, ondan sonra get. Bağla qollarımı, ver düşmənə, ondan sonra get. Deyir, oturdu düz üstə, uşağı aldı qucağına. Dedi, qızım, mənim haram var, hara gedim. Belə sözlər danışma, qeyrətim məni öldürür. Mən Hüseyni qoyub, sizi qoyub hara gedirəm.